Əgər sən bu videonu izləyirsənsə, bu heç də təsadüfi deyil. Təsadüf demişkən. Ümumiyyətlə təsadüflərə inanmıram mən. Çünki hər şeyin bir səbəbi olduğuna inanıram. Əgər bu video bugün sənin qarşına çıxıbsa, mütləq ki bir səbəbi var. Sənə qatacağı nələrsə var, öyrənəcəyin nələrsə var. Ona görə qarşına çıxıb. Sadəcə bu video deyil. Bir düşün, həyatında baş verən hadisələri analiz elə. Qarşına çıxanlar, həyatında olan insanlar, hər şeyin bir səbəbi var. Hər şey bir-biri ilə əlaqədardır. Deməli, bu video sənin qarşına çıxıbsa, sənə qatacağı nələrsə var. Mən səni başa düşürəm, hal-hazırda dil öyrənirsən və bir çox çətinliklərlə qarşılaşırsan. Hardan başlayım, necə başlayım? Beynində o qədər suallar var ki, gün ərzində düşünürsən, hansı metodla öyrənsəm yaxşı olar, kursa mı qoşulum, özüm mü öyrənim? Mən səni başa düşürəm, çünki mən özüm də bu yoldan keçmişəm. Bilirsən necədir? Biz bir dil öyrənməyə başlayarkən, hal-hazırda deyəcəyim şeylər bəlkə də gün ərzində o qədər ağlından keçir ki, deyəcəksən, hə, bu mənim düşüncələrimdir. Biz bir dil öyrənməyə başlayarkən istəyirik ki, hər şey birdən olsun. Bir ay ərzində sərbəst öyrənim, danışım, bütün qrammatikanı yaxşı bilim, filmləri başa düşüm, alt yazısız anlayım. Çox şey istəyirik əslində. Çünki dil öyrənmək elə bir prosesdir ki, bizdən səbir istəyir, əzm istəyir, dözümlülük istəyir. Hər şey birdən-birə olmur. Bax, gəl, ilk öncə bunu qəbullanaq. Bunu qəbullanaq ki, dil öyrənmək zaman alan bir prosesdir. Özündən çox şey gözləmə ki, bir ayda nəticəm wow, bir şey olacaq. Yox, belə bir şey yoxdur. Yavaş-yavaş, addım-addım olacaq. Elə özümüzdən götürək. Biz dünyaya göz açan kimi danışa bilirdikmi? Yox. Bir müddət keçdi, ailəmizdən eşitdik, atamızdan, anamızdan sözlər öyrəndik. Yavaş-yavaş biz də o sözləri təkrar eləməyə çalışdıq. Daha sonra bəzən çaşırdıq, səhv deyirdik sözləri. Bir xatırlayın, bütün sözləri həmin anda düzmü deyirdik? Yox, yavaş-yavaş öyrəndik. Əslində uşaqların dil öyrənmə prosesi bizlə müqayisədə daha tez öyrənməyinin səbəbi də elə budur. Biz səhv eləyəndə qorxuruq, biz səhv eləyəndə deyirik ki, yox artıq mən bacarmaram, öyrənə bilmərəm. Amma uşaqlar qorxmurlar. Onlar səhv eləsələr də yenidən öyrənirlər, yenidən cəhd eləyirlər. Ona görə də bəlkə də bizim uşaqlardan öyrənəcəyimiz çox şey var. Dil öyrənmə prosesində biz bir çox çətinliklərlə üzləşirik və öz-özümüzə deyirik ki, mən bacara bilərəmmi? Öyrənə bilərəmmi? Axı çətindir, bütün sözlər yadımda qalmır. Mətnləri başa düşmürəm, filmə baxıram, heç nə anlamıram. Bu sözlər sənə tanış gəlir, hə? Dil öyrənən hər kəs bu yollardan keçir. Bunlar çox normaldır və özünə bu sualları verməyin çox yaxşıdır. Çünki sən artıq bir addım atmaq istəyirsən, artıq sən başlamaq istəyirsən. Əvvəllər heç dil öyrənmək barədə düşünmürdünsə, indi artıq öz-özünə sorğu-sual eləyirsən. Deməli, bu da bir addımdır. Bax, özünü qiymətləndir buna görə. Əsas olan özümüzə bu sualları verdik, özümüzlə danışdıq ki, hə, mən öyrənə bilərəmmi? Mən bacara bilərəmmi? Bunu ki, sən özündən soruşursan, deməli, nəsə eləmək istəyirsən. Əgər bu sənin üçün əhəmiyyətsiz olsa, heç maraqlanmarsan. Hə, öyrənmədim deyib keçərsən. Hələ də sorğuluyursansa, dostum, deməli, sənin ümidin var. Deməli, sənin içində öyrənmək həvəsi var. Ona görə də ruhdan düşmə. Nə olmağından aslı olmayaraq ruhdan düşmə. Başa düş ki, dil öyrənmək zaman alan prosesdir. Yavaş-yavaş, addım-addım hər şey yoluna düşəcək. Bugün bir söz öyrənərsən, sabah həmin sözdən cümlə qurarsan. Daha sonra danışmağa başlayarsan, filmləri başa düşərsən. Hər şey birdən-birə olmur ki, yavaş-yavaş olur. Əsas olan sənin dözümündür. Özünü başa düşməyindir ki, hə, mən bir dil öyrənirəm və bu zaman alan bir proses olacaq. Ona görə də ən kiçik irəliləyişlərini belə qiymətləndir. Sənin üçün bir planın var. Hansı ki, hardan başlamaq, necə etmək suallarına son qoymaq üçün bu metoddan istifadə edə bilərsən. Deməli, A1 səviyyəsində 500, təxminən 500 ya da 600 söz olar. Və bu sözləri sən gün ərzində cəmi 10 söz əzbərləsən 2 aya bitirə bilərsən. Təsəvvür edirsən,
2 aya sən artıq A1 səviyyəsindəki sözləri öyrənmiş olacaqsan. Biz öz-özümüzə deyirik ki, 10 söz asandır. Hər gün 10 söz azdır axı. Hə, bir günə 50 söz əzbərləyərəm. 50 sözə gələndə isə ruhdan düşürük, əzbərləməyə, öyrənməyə motivasiyamız olmur. 10 söz də deyəndə deyirik ki, azdır. 10 söz nə var ki, öyrənməyə? Gəl elə buradan başlayaq da. Sən günə 10 söz öyrən, yavaş-yavaş artırarsan. Hər gün 10 söz əzbərləməyini istəyəcəm səndən. A1 səviyyəsində 10 söz. Amma bu sözləri sadəcə lüğətə yazdım, əzbərliyim yox. Belə olmaz. Belə olsa bir müddətdən sonra yadından çıxacaq. Sözləri əzbərləmək deyəndə nəyi nəzərdə tuturam? Yəni, sözləri öyrəndin, onları cümlədə işlət. Yeni bir söz öyrəndin, mütləq ona aid yeni bir cümlə qur. Bu sənin ağlında daha yaxşı qalacaq. Çünki əgər bir şeyi əzbərləsək, bir müddət sonra yadımızdan çıxacaq, unudacağıq. Məsələn, məktəb vaxtı öyrəndiyin sözləri yadına sal, ya da olsun hazırlıq vaxtı. Yadındadır o sözlər. Yox. Nəyə görə? Çünki əzbər öyrənmişdin. Əzbər öyrəndiyimiz hər şey bir müddət sonra yadımızdan çıxır. Əsas olan sözləri əzbərləmək deyil də, yaddaşında saxlamağın üsullarını tapmaqdır. Mən də sənə cümlə şəkildə öyrənməyi məsləhət görürəm. Çünki cümlələrindən öyrəndikdə sözü unutsan belə, məsələn, mən dərsdə olur ki, şagirdlərim sözü unudurlar. Amma Azərbaycanca cümlə deyirəm ki, onu çevir ingilis dilinə, cümlənin içərisində çevirəndə artıq yadına düşür ki, hə, bu söz idi. Deməli, cümlə ilə öyrənəndə sözü bilməsək belə artıq çevirə bilərik. Ona görə də sözləri əzbərləmək deyil də, sözləri cümlə şəklində yadımızda saxlamağı seçirik. Bu bizim üçün daha effektiv bir yol olacaq. Bəlkə də ola bilər ki, səndə vizual yaddaş daha yaxşıdır. Vizual yaddaş nədir? Göz yaddaşı. Məsələn, deyək ki, bugünkü sözümüz book. Bu sözü öyrəndik, kitab deməkdir. Həm öyrənirsən yadında qalmır, cümlədə işlədirsən yenə yadında qalmırsa artıq əlavə olaraq internetə daxil ol və yaz ki, book images, kitab şəkilləri, göz yaddaşından yadında saxla. Şəkilləri bir-bir çevirdikcə hər dəfə de book, təkrarla. Bununla da daha yaxşı yadında qalacaq. Bundan əlavə olaraq flash kartlardan istifadə edə bilərsən ki, onları yazıb otağına yapışdıra bilərsən. Hər dəfə onlar sənin gözünün önündə olduqca sən daha yaxşı mənimsəyəcəksən. Biz bilirik axı, bir şey nə qədər çox təkrarlasaq, o bizim yaddaşımızda daha yaxşı qalır. İndi isə keçək bizim ikinci mərhələmizə. Görək burada nə edəcəyik? Deyək ki, A1 səviyyəsində hər gün 10 söz əzbərlədin. 10 söz əzbərlədin, necə əzbərlədin? Cümlədə işlədərək. Bununla kifayətlənirikmi? Təbii ki, yox. Dil öyrənmək sadəcə sözdən ibarət deyil, cümlədən ibarət deyil. Bizim dinləməmiz də var, oxumağımız da var. Bunları da təkmilləşdirməliyik. Çünki dili əhatəli şəkildə öyrənirik. İndi isə keçək reading bölməsinə. Bu nədir? Oxuma. Öz səviyyənə uyğun kitablar oxu. Çünki sən nə qədər çox kitab oxusan, artıq cümlə strukturları, quruluşları gözünün önündə olacaq. Hansı sözün harda işləndiyini bir də göz önündə görmüş olacaqsan. Mən sənə səsli oxumağı məsləhət görürəm. Çünki səsli oxuduqca həm sözlərin tələffüzünü işləyəcəksən. Olar ki, hansısa sözün tələffüzünü səhv dedin. Get, öyrən, axtar, araşdır ki, bu sözün düzgün tələffüzü necədir. Oxumaqla bağlı hansı ki, hər səviyyəyə uyğun kitablar tapacağın, həm də düzgün tələffüzlə bağlı açıqlama hissəsinə proqramlar yazacağam. Onlardan istifadə edərək həm tələffüzünü inkişaf elətdirə bilərsən, həm də ki, kitab tapmaqda çətinlik çəkirsənsə, bu proqramdan istifadə edərək səviyyənə uyğun olaraq kitablar tapa bilərsən. Əsas olan səviyyənə uyğun kitablar oxu. Bəzən biz başlayırıq, məsələn, deyək ki, mənim səviyyəm A1-dir, gedib B1 kitabını oxusam, təbii ki, mən onu başa düşməyəcəm, anlamayacam. Çünki oradakı sözlər axı mənim səviyyəmə uyğun deyil. Hər şey yavaş-yavaş, addım-addım olur. Biraz səbirli ol. A1 səviyyəsini bitir, A2-ni bitir, sonra keç B1-ə. Səviyyənə uyğun kitablar oxu ki, bu sənə asan gəlsin, ruhdan düşməyəsən. Yoxsa deyəcəksən ki, mən heç nə başa düşmürəm, heç nə anlamıram, oxumuram artıq, ingilis dili maraqsızdır. Belə oxusun təbii ki, maraqsız olar.
Ağır bir yükü qaldırırsan, gücün çatmayacaq bir yükü. Deyirsən ki, mənim gücüm yoxdur. Gücün olmaz da, bacarmarsan axı. Çünki bu sənin çəkinə uyğun deyil. Bu sənin daşıyacağın yük deyil. Sən də yavaş-yavaş başla. Ən birinci başlanğıc səviyyə özünün başa düşəcəyin şəkildə oxu. Onu bitirdikdən sonra növbəti səviyyənin sözlərini də öyrənəcəksən, mətnlərini də başa düşəcəksən. Bu sənin üçün daha asan gələcək. Digər hissəmiz isə dinləmələrdir. Yenə burada da səviyyənə uyğun dinləmələrə qulaq asacaqsan. İlk başda alt yazı ilə baxa bilərsən, amma çalış zaman keçdikcə alt yazısız baxasan. Bir də ki, bir videoyu 4, 5, 6 dəfə bax. Bir dəfə baxdım, keçdim olmasın. Bir dəfə bax, tərcümə eləmədən bax. İkinci dəfə çalış tərcümə eləyəsən. Bilmədiyin sözlərin mənasını çıxart, onları öyrən. Necə öyrənirik? Cümlədə istədərək o sözlərin mənasını öyrən. Daha sonra yenidən dinlə. Bir dəfə telefonu kənara qoy, dinlə. Bax, bunda görəcəksən ki, sən o dinlədikcə sözlər gözünün önündə canlanacaq. Çünki əvvəl axı baxmısan, indi dinləməyə keçəndə avtomatik olaraq sözlər gözünün önündə canlanacaq. Bir neçə dəfə buna cəhd elə. Sadəcə bir dəfə dinlədim, keçdim olmasın. Nə qədər çox bir videonu dinləsən, bu sənin üçün daha effektiv bir yol olacaq. Deyirsən ki, sözləri əzbərlədim, səviyyəmə uyğun mətnlər oxudum, dinləməni də elədim. İndi nə edeyim? İndi də keçək danışmağa. Bilirəm, çətin prosesdir. Başa düşürəm səni. Hazırda nə deyirsənsə, hamısını eşidirəm. Başa düşürəm səni. Çətin olduğunu bilirəm. Bəzən olur ki, danışmağa cəhd edirsən, amma utanırsan, çəkinirsən. Səsləri çıxarmaq da sənə biraz maneə yaradır ki, mən sərbəst danışmaq istəyirəm. Danışmaq asan bir proses deyil. Bəzən sözləri unudacaqsan, danışarkən yadından çıxacaq. Mən burada sənə reallıqları demək üçünəm. Çünki yalandan deməyəcəm ki, hə, sözləri əzbərlədin, o an danışa biləcəksən. Sadəcə əzbərlə, hamısı asan da olacaq. Belə deyil. Asan heç nə olmur. Bir şey yadında saxla. Bu sadəcə dil öyrənməklə bağlı deyil. Bütün həyatımızda asan heç nə yoxdur. Asan əldə olunan şeylər tez əlimizdən çıxır. Bir şey əldə etmək üçün, onun üçün zəhmət çəkməliyik və əziyyətimizin bəhrəsini görəndə bunun xoşbəxtliyi bir ayrı olur. Çünki bilirsən ki, bunun arxasında nə qədər zəhmət yatır, bilirsən ki, neçə yuxusuz gecələrin var, nə qədər əziyyətin var. Bunun bəhrəsi, bunun sevinci tamamilə ayrıdır. Hə, indi davam eləyək danışığa. Dediyim kimi, danışmaq asan da olmayacaq. Amma sən bunun öhdəsindən gələcəksən. Yavaş-yavaş gələcəksən öhdəsindən. Başlayacaqsan. Əsas olan başlamaqdır. Bütün düşüncələri atırsan kənara. Ay, danışa bilmərəm, edə bilmərəm, bacarmaram, mənə gülərlər, söz səhv deyərəm. Bu kimi bütün düşüncələri atırıq kənara, danışmağa başlayırıq. Səhv eləyəcəyik. Çox normaldır. Mənə bax, biz hətta öz doğma Azərbaycan dilimizdə danışarkən səhvlər eləyirik. Normaldır. Hər şey əzbər bilə bilmərik. Hansısa sözdə səhv deyə bilərik, səhv tələffüz eləyə bilərik. Əsas olan ilk qaydamız səhv eləməkdən qorxmuruq. Səhvlərimiz var, təcrübə qazanmaq üçün. Səhvlərimiz var, sözün düzgün tələffüzünü öyrənmək üçün. Sözün düzgün yazılışını, deyilişini öyrənmək üçün. Bəs bu səhvlərimiz olmasa biz hardan öyrənərik? Deməli, səhvlərimiz var, onlardan nəticə çıxarmaq üçün. Sən də səhv eləməkdən qorxma. Nə olmağından asılı olmayaraq danış. Səhv də danışsan, söz səhv də tələffüz eləsən, danış. Əsas odur ki, bundan öyrənəcəksən. Bir gün görəcəksən ki, videoya baxanda, hə, bu sözün tələffüzü başqa cürdür, amma sən indiyə kimi başqa cür deyirdin. Deməli, buradan öyrənəcəksən ki, artıq bu sözü belə tələffüz eləmək lazımdır. Deyə bilərsən ki, müəllimə, elə bilirsiniz asandır. Bəs ətrafdakı insanlar, mən nəyisə səhv deyəndə onlar mənə gülürlər. Mən də tez ruhdan düşürəm, motivasiyam aşağı enir. Deyirəm ki, yox, artıq mən danışmayacağam. Elə mənə gülməklərindənsə, mən susum, danışmayım, nə mənə kimsə gülsün, rahat öz işimlə məşğul olum. Öyrənmirəm, bacarmıram. Bunu deyirsən, amma belə olmaz. Sənə bir şey etiraf edeyim. Sənə lağ edən insanlar, ola bilər ki, bunu deyərkən düşünürsən. Gözünün önündən bu hadisələr keçir ki, hə, mənim başıma gəlib. Bəlkə də başına gəlməyibsə, nə vaxtsa speaking eləyəndə ola bilər ki, kimsə sənə gülsün. Hər ehtimala qarşı, hər şeyi göz alaraq indidən deyirəm. Bax, o insanlar dillə bağlı ümumiyyətlə anlayışı yoxdur. Çünki bir insanın əgər dillə bağlı anlayışı varsa,
o bilir ki, səhv eləmək normaldır. Hər kəs səhv eləyə bilər. Axı özü də bu yollardan gəlib keçib. Ona görə sənə lağ eləməyəcək. Normal şəkildə deyəcək ki, bu sözü səhv tələffüz elədin, belə tələffüz elə. Sənə istiqamət verəcək, yol göstərəcək. Amma o ki, hansısa söz səhv tələffüz eləyəndə sənə gülən insanlar var ha. Bax, o insanlar həyatda heç nəyə nail olmayan insanlardır. O insanların sözünə görəmi dil öyrənməyi dayandıracaqsan ki, hə, o mənə güldü, artıq mən bacarmıram da, öyrənə bilmirəm. O insanlara görə bu sualıma cavab ver. Niyə axı gələcəyini başqalarına görə qurban verirsən? Hə, başqaları sənə səhv dedi, başqaları sənin danışığına lağ elədi deyə bu o deməkdir ki, zəif bilirsən? Yox. Sadəcə olaraq müəyyən təcrübəyə ehtiyacın var. Təzə başlamısan, səhv eləyə bilər, tələffüzünü səhv deyə bilərsən. Normaldır. Hamısı çox normaldır. Zamanla keçəcək. Videolara baxacaqsan, öyrənəcəksən. Speaking partneri tapacaqsan, onunla danışacaqsan, öyrənəcəksən. Zamanla bunların hər biri həll olunacaq. Əsas olan yolundan dönmə. Kimin nə deməyindən asılı olmayaraq heç vaxt yolundan dönmə. Çünki sən istəklisən. Əgər hələ də videoya baxmağa davam edirsənsə, deməli öyrənməyi çox istəyirsən, ürəkdən istəyirsən. Ona görə də dostum, başqalarının sözünə görə, başqalarının hər hansı lağına görə, düşüncəsinə görə bunu dayandırma. Özünü düşün, gələcəyini qur. Sənin gələcəyin yalnız səndən asılıdır. Sənin gələcəyin sənin bugünkü əməllərindən asılıdır. Bugünkü yatırımlarından asılıdır. Özünə nə qədər yatırım etdiyindən, nə qədər vaxt ayırdığından, nə qədər çalışdığından, nə qədər öyrəndiyindən asılıdır. Ona görə də hər şeydən çox özünə vaxt ayır, gələcəyini qur. Çünki bunu sənin üçün heç kim eləməyəcək. Bax, dil öyrənməyə sıxıcı bir məşğuliyyət kimi baxma. Özünü məcbur hiss eləmə ki, hə, məcburiyyətdən öyrənirəm. Yox, belə eləsən öyrənə bilmir. Bir məşğuliyyət kimi gəlməsin sənə. Hə, məcburam bunu öyrənməyə, universitetə qəbul olmaq üçün, işə qəbul olmaq üçün. Belə eləsən sıxılacaqsan bir müddətdən sonra. Nə qədər özünü məcbur eləsən öyrənməyə, bir müddət sonra hiss eləyəcəksən ki, yox, alınmır məndə, bacarmıram. Amma hər şeydən öncə dili sevsən, dili həyatının bir parçasına çevirsən və düşünsən ki, dil öyrənməyin sənə qazandıracağı nələr var, nə qədər qapını sənin üzünə açacaq, yeni insanlar, yeni ətraf, yeni mühit, yeni dostlar qazandıracaq. Və bu dostların hərəsindən bir şey öyrənəcəksən. Videonun əvvəlində demişdim ki, əgər bu sənin qarşına çıxıbsa, deməli öyrənəcəyin nələrsə var. Elə qarşımıza çıxan insanlar da belədir. Onların bizə öyrədəcəkləri nəsə var, ya da bizdən öyrənəcəkləri nəsə var. Dostum, nə olmağından asılı olmayaraq ruhdan düşmə. Sən bacaracaqsan. Mən sənə güvənirəm, inanıram və bilirəm ki, sən bunun öhdəsindən gələcəksən. Nə olmağından asılı olmayaraq heç vaxt getdiyin yoldan geri dönmə. Məqsədlərin var. Məqsədlərinin ardınca get. Həyatını, gələcəyini heç kəsə qurban vermə. Məndən bugünlük bu qədər. Ümid edirəm ki, sənin üçün faydalı oldu. Növbəti videolarda görüşərik. Özünə yaxşı bax dostum.